Hər vaxtınız xeyir əziz Qafqaz Türk Media izləyiciləri. Biz bugün Qardabaninin Vaxtangisi kəndində Həzrət Ömər məscidindəyik. Müqəddəs Ramazan ayının ən gözəl ənənələrindən olan iftar süfrəsinə və Qədir gecəsinə toplaşmışıq. Qonaqlarımızın dəyərli fikirlərini dinləyəcək və müqəddəs Ramazanın gətirdiyi xoş duyğuları paylaşacağıq. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Öncelikle Ramazan bayramınız, karşıdan gelen Ramazan bayramımız mübarek olsun. Bugünkü bu tədbirin inşallah veren kardeş Vaxtangiz, yani bizim kendin sakini Bəxtiyar kardeş Omarov, onun inşallah iftarıydı. Allah kabul etsin. Bir de güzel mübarek iftarlar verilir inşallah. Allah herkesin niyetini kabul eylesin. Bugün de Qədir gecəsidir. 1000 aydan daha hayırlı olan Peygamber Efendimiz sallallahu aleyhi ve sellemin yani 1000 aydan daha hayırlı olduğu dediği bu gecəni inşallah geçirecek. Allah razı olsun. Yani Hazreti Ömer Mescidi güzeldi. Yani cemaati de mescidi de inşallah ki Allah Teala herkesin ibadetini, ettiği emellerini, verdiği iftarlarını kabul eylesin inşallah. Qafqaz Türk Media olarak da size onun işçilerine təbrik edirəm geldiğinize göre. Her zaman bizim yanımızda olursunuz. İnşallah böyle güzel günler olanda inşallah her zaman bizim yanımızdasınız. İnşallah Allah sizin de bayramınızı mübarek etsin. Qədir gecesi inşallah 1000 aydan hayırlı olan bu gece inşallah sizin ve sizlerin inşallah dualarınızı kabul eylesin. Çok sağ olun, bizi sahip geldiğinize göre. Allah razı olsun. Bismillahirrahmanirrahim. Evvela sizleri salamlayıram. Bu mübarek ayda ve bütün Müslümanları yine Ramazan-ı Şərif ayı münasibətilə təbrik edirəm. Tutulan oruçları Allah'ım kabul eləsin. Bəli, Ramazan ayının değerlerinden birisi de iftardır. İftar süfrəsi açılmasıdır. İftar nedir? İftar bir Ramazan orucunu tutan bir insanı iftar ettirerek sevindirmektir. Ve Peygamberimiz aleyhissalatü vesselam bir hadis-i şerifinde buyurur ki bir insan oruç tutan bir insana iftar ederse de yani onu yani bir yemek verirse de onu sevindirerse de o ahirette ondan daha çok mükafat alacaktır. Ve o bu dünyada da onun tuttuğu orucun yani sevabı kadar o da sevap kazanacaktır. Ve bizim için bir hoştur ki devletimizde Gürcistan'da demiyorlar ki bir ay boyunca bütün mescitlerimizde, bütün regionlarımızda her gün iftar vardır ve imkanlı şəxslər de buna katkıda bulunurlar. Bu Ramazan bir paylaşma ayıdır sonuçta. Yani imkanlı şəxslər, imkanı olmayan şəxslərə yani imkan yaradacaktır. Özü varlarından paylaşacaktır ki Allah'ım onların varlarının üstüne var katsın. Ramazan'ın son günleri, bugün de Kadir Gecesi. 1000 aydan hayırlıdır Kadir Gecesi, mübarek bir gece. Böyle mübarek bir gecede bu köyde olacağız inşallah. Öncelikle Allah herkesin tuttuğu orucu kabul eylesin. Geceyi değerli kıldığı gibi bütün insanları da Kur'an'la tanıştırarak değerli kılsın. Dünyaya barış, huzur gelsin. Bütün insanlar mutlu olsun. Bütün insanlar Kur'an'ı güzel anlayabilen, yaşayabilen, insanlara sevgiyle, merhametle, şefkatle yaklaşabilen bir duyguyla bu dünyada yaşasınlar. Hayırlar getirsin diyeyim. Değerli Müslüman bacı kardeşler,
Türk dünyasının müsəlmanları, elə də dünya müsəlmanları hamısına bu gecəki gecə Qədir gecəsi münasibətilə təbrik edirəm. Qarşıdan gələn Ramazan bayramı münasibətilə hamısını təbrik edirəm. Hamısına həyatda uzun ömür, can sağlığı arz edirəm. Neçə belə bayramlar keçirmək Allah onlara nəsib eləsin. Ramazan bayramı bizə xoşluqla gəlsin. Bir can arz edirəm. Kəndimizi yaxşı olanların hamısına təşəkkürümü bildirim. Elə də Rusiyada olan qardaşlarımızın, elə başda orada Rusiyada olan Mehman qardaşlar bir neçələri var. Osman qardaşlar bir neçələri var. Hamısına təşəkkürümü bildirirəm. Orada olan bütün qardaş və bacıların bugünkü Qədir gecəsini təbrik edirəm. Eləcə də kəndimizdə buraya zəhməti keçən bacı və qardaşların hamısını təbrik edirəm. Bayramlarını bugünkü gün Allah bizə nəsib edir. Belə bir məscidin tikilməsində bu kəndimizin böyük fəxridir. Allah qazançlarını artıq eləsin buraya zəhmət çəkənlərin. Bugünkü gün onların da bayramlarını təbrik edirəm. Allah həmişə neçə belə bayramlar keçirməyi Allah onlara nəsib eləsin. Təşəkkür edirəm hamısına. Allah nətəlim ailələrinə xoşbəxtlik versin. Qədir gecəmiz mübarək olsun. Bəxtiyar qardaşımıza təşəkkür edirəm. Bugünkü günü bizim kəndimizdə belə bir şəraiti yaradıb, bir iftar süfrəsi açır. Allah qazancını artıq eləsin. İndi elə var olsun. Bax, Allah nəsib elədi bizə belə bir gözəl bir cami tikildi. Təşəkkür edirəm Savalan müəllimə. Savalan müəllim buranın deputatı bizə böyük dəstək olduğunun yaxşı oldu. Yəni eləyənlərin Allah qazancını artıq eləsin qızım. Allah onun içində ona da eləsin ki, bizə məscidimizə böyük bir dəstək oldu. Məscidimiz təzə tikilib, xalqımız tərəfindən dəstəklənib bunun tikilməsində xalqın böyük əməyi olubdur. Bugün bu gözəl günə, yaxşı günə gəlib çəkiş çəkməyinizə görə sizə Qafqaz Türk mediası olaraq təşəkkürümü bildirirəm. Bugün iftar günüdür. Bu məscidimiz də təzədir bizim. Bir neçə ildir fəaliyyət göstərir. Həmən bu gözəl məsciddə, bu gözəl xalqımızla, elimizlə, obamızla gəlib belə çəkişlər aparmaq sizə böyük minnətdarlığımızı bildirirəm. Kimlər oruç tutmur, iftar verirsə də oruç tutanlara, bax bu elə oruç tutmağa bərabərdir. Bugün bizim gəncimiz bayaqlar mənlə görüşən oğlan Bəxtiyar adında, Bəxtiyar Yaquboğlu, o bana dedi, Lətmən bizə belə meşdə gələrsən, orada iftar verirəm. Dedim, bala, mən cavanlarla çox sevinirəm ki, belə dinimizə, özümüzə qayıtmışıq. Sovetlər devrində bizim vaxtımızda belə şeylər yol verilmirdi. Amma indi cavanlarımız gözəl meyli var. Bax, bu meylə görə də mən çox sevinirəm ki, cavanlarımız özümüzə qayıdıqdır. Bax, bu gözəl tədbirə gəldiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Bu bayram günümüzü təbrik edirəm, mübarək olsun. Bizim belə bir gözəl imkan yaranıb, belə bir gözəl məsciddə, hansı ki bu məscid hər birimizin, kənd sakinimizin fəxridir. Bu məscidlə biz fəxr edirik, bu bayram, hər bir bayramda da biz burada iştirak edirik, iştirakçıyıq bu gözəl məkanın, Allah evinin yerində. Qarşıdan gələn bayramımızı, müsəlmanların oruç bayramını təbrik edirəm. Hamıya xoş gün, səadət arzulayıram. Müharibə olmasın, həmişə şad günlər bizim millətimizlə olsun. Həmişə işimiz onanla olsun. Hamının orucu qəbul olsun. Orucumuz qəbul olsun. Həmişə əminamanlıq olsun. Günümüz belə şeylə keçsin. Xoş günlər arzulayıram. İnşallah Allah Teala ettiğimiz ibadetlerimizi kabul etsin. Sadece Ramazan geldi, bunu elədi xeyr değerli kardeşler. Biz Müslümanız ve Müslüman kimi ağarmalıyıq, yaşamalıyıq. Allah buyurur ki, Şəhru Ramazanəl-ləzi unzilə fihil Quran. Ramazanda Kur'an-ı Kerim nazil olduğuna göre bu ayda oruç durur. Kur'an-ı Kerim nedir? Bu da biz muttakindir. Yani hidayet rehberidir. Ramazanda
3 tane şey öne çıkıyor. Cenab-ı Allah diyor ki sizden öncekilere ben orucu farz kıldığım gibi size de orucu farz kıldım. Demek ki daha önceki milletlere de dinlerde de oruç ibadeti farzmış. Bir kelime var ha, Ramazan. Ramazan sözünün mənası ne demek? Yandırmak demek. Yanmak, yandırmak mənası. Neye yandırdı? Neye yandı? Günahlarımızı yandırabildik mi? Günahlarımızdan çəkinebildik mi? Gözümüzü günahdan qaçırabildik mi? Allah bu oruç veren kardeşler, Yakup kardeşler de Allah kazansın, altı eylesin, güzel gün olsun, hocalarımızı da Allah canı sağ eylesin, güzel sözlerle, söhbetlerle, size kelime kafamıza koyuruq, Allah hamımızdan razı olsun. Bunu göreceğiz, dünyamıza əmin amanlıq olsun. Allah da Allah, heç bir millətdə müharibə olmasın, sülh olsun. Bak bu güzel insanlar həmişə bax beləncə mesidə yığılsın, desinlər, güzel Kur'an okusunlar, namaz kılsınlar, güzel de her il ordumuzu tutaq. Türkəm deyib hər deyənin amanına salam olsun. Rəcəb Tayyip Erdoğan'ın kamanına salam olsun. Azərbaycana bağrım deyən, ağrısına ağrım deyən, qardaş deyən, yavrum deyən, ürəyinə salam olsun. Hamınıza salam deyən. Allah sağ olsun. Allah